Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Dövlət qurumları tərəfindən normal rəftar edilməlidir. Təhqir edilməməlidir, incidilməməlidir. Belə hallar var, var. Kim bunu edir? Dövlət məmurları. Kim incidə bilər vətəndaşı? Dövlət məmuru. Mən yenə də deyirəm, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir. Ancaq belə hallar da var. Buna yol vermək olmaz. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Və hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvəzzükarlıq və insanlara xidmət. Hər birinə, burada oturan bütün icra başçıları ki, mən təyin eləmişim hamısını. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmurlar. Hər birinə demişəm ki, gedin insanlara arxa durun, gedin köməklik göstərin, gedin hörmət edin insanlara. Amma bəzi hallarda mən bunu görmürəm, görməyəndə də tədbirləri görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bu hallar var, onlar aradan götürülməlidir. Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvəzzükar olmalıdır. Ancaq bəzi hallarda təvəzzükarlıqdan ümumiyyətcə söhbət getmir. Özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar düzəldirlər, yubileylər düzəldirlər. Yaraşırmı bu dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu mənim təbiətimdir. İkincisi, bu bir yol göstərir. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu yığışdırın, bəsdirin. Və kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu həm yerli icra orqanlarına aiddir, mərkəzi icra orqanlarının rəhbərlərinə də aiddir. Ona görə hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar. Özləri və onların ailə üzvləri, uşaqları. Bir neçə il bundan əvvəl mən göstəriş vermişdim ki, bu plyonkalarla olan maşınların hamısının plionkaları sökülsün və buna son qoyulsun. Özüm demişəm ki, mən prezidentam, mənim maşımda plyonka yoxdur. Hansısa 3-cü, 4-cü dərəcəli məmurun maşını plyonka ilə bağlayırlar, kimlə gizlənirlər? Kimlə gizlənirlər? Ya qorxurlar ki, kimsə onları görəcək? İndi cəmaat onları görsə nə olacaq onları? Əriyərlər onlar, nə olacaq? Mən demişəm, o vaxt tədbirlər görüldü, söküldü. Bugün səhər bura gəlməzdən əvvəl maraqlanırdım. Daxili İşlər Naziri deyir ki, keçən il təkcə 24 min plyonka sökülür. Və bu 24 min adamın qulağı yoxdur. Onlar eşitmir ki, mən deyirəm, nə deyirəm. Yaxud da ki, onların yadından çıxır. Bu o qədər də bəlkə də böyük məsələ deyil, amma bu bir göstəricidir. Bu nə ayrı seçkilikdir cəmiyyətdə? Sənin vəzifən var, pulun var, sən özünü fərqləndirirsən. Sən get öz işi ilə özünü fərqləndir. Öz əməli ilə, ağılı ilə, ölkəyə verilən tövhə ilə, plyonka ilə yox, baxalı əşyalarla yox. Ona görə mən deyirəm, mən bugün də Daxili İşlər Nazirinin dediyim, bir də mən eşitdim, bilsəm ki, plyonkalı maşın var, o maşın müsadə edilməlidir. İndi bilmirəm, hansı burada qanunvericilikdə düzəlişlər etmək lazımdır, onu edərik. Belə olmaz. Xarınlayırlar, qudururlar, heç kimi saymırlar. Vəzifəli şəxslərin uşaqları qudurqanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə?
onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişim vəzifəyə. Mən də çıxardacağım lazım bildikdə. Və əgər bir də bilsəm ki, kiminsə ailə üzvü hardasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaqdır. Bunu hamı bilsin. Və şəhər küçələrini yarış meydanına çevirənlər də bilsinlər. Hamısı həbs ediləcək. Vəssalam. Daxili İşlər Naziri gündə mənə məlumat verəcəkdir. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, ədət-ənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır. Onu hamı bilsin. Mən hesab edirdim ki, bir neçə dəfə bu barədə dediyim sözlər hamıya çatdı. Amma görürəm ki, sonra unudulur. Bu son xəbərdarlıqdır. Və cəmiyyətdə normal davranış qaydaları var, olmalıdır. Bizim millət kimi saxlayan bizim ənənələrimizdir, adətimizdir. Davranış qaydalarıdır. Şimdi bunu pozmaq istəyənlər öz cəzasını alacaqlar.